Cəmi 29 gündən sonra artıq 2026-cı ili qeyd edəcəyik. Daha doğrusu 2026-cı ilə qeyd olunacaq, yeni ilə az qalıb. Şəhərimiz bəzədilir, çil-çıraq, bölgələrdə falan artıq baxdıqca hər yer süslənir. İnsanın gözü gözəlləşir. Dənizkənarı Milli Parkda da yeni il yarmarkasının açılışı olub. Yarmarkada bir sıra yeniliklər təqdim olunur. Bunlardan biri açıq havada buz meydançasıdır. Meydança beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına uyğun hazırlanıb. Təhlükəsizliyin təmin olması məqsədi ilə bütün tədbirlər həyata keçirilib, ərazidə yanğın söndürən maşınlar xidmət göstərir. Odur ki, həvəsi, bacarığı olanlar məharətini göstərə, buz üzərində əyləncənin dadını çıxara bilər. Elə mənim kimi bacarmayanlar isə yəqin orada özünü sınayıb öyrənə də bilərlər. Dənizkənarı Bulvar İdarəsi bu ildə yeni il yarmarkasına xüsusi hazırlaşıb. Bu il tərtibat xeyli fərqlidir. Nəzərinizə çatdırım ki, bir sıra yeniliklərlə yadda qalır bu ilki yarmarka. Burada qurulan tərtibat həm də bulvarın içərisində kiçik bir şəhərciyi xatırladır. Süni buz meydançası da yaradılıb. 750 kvadrat metr sahəni əhatə eləyir və burada insanlar həm peşəkar konki sürməyi bacaranlar, həm də qeyri-peşəkarlar üçün xüsusi bir şərait yaradılır ki, gəlib burada yeni il ab havasına çox xoş bir ovqat qatsınlar.